Anton Çexov yalanın ağını çıxardı. Vəzifəsi yer ölçən olan Gleb Gavriloviç Smirnov Qniluşka stansiyasına gəldi. Ərazi ayırma işi üçün onun dəvət aldığı malikanəyə atla 30-40 verst yol getmək lazım idi. Rica edirəm deyin, burada poçt atlarını hardan tapa bilərəm? Yerölçən stansiya jandarmasına müraciət etdi. Hansı? Poçt. Buralarda 100 verst məsafədə yolda it tapmaq olmur. Nəinki poçt atları. Siz hara gedirsiniz? Tepkinaya, General Xoxovgilə. Eləmi? Jandarma əsnədi. Stansiyaya gedin. Oranın həyətində sərnişin daşıyan kişilər olur. Yerölçən ah çəkib stansiyaya yollandı. Çox sorğu-sual və uzun tərəddüddən sonra yekəpər, iri cüssəli bir kişi tapdı. Adam qaşqabaqlı idi. Kobud parçadan cırılmış kaftanı və köhnə laptiləri vardı. Şeytana nələt, bu nə arabadır, səndə belə? Üzünü turşudub yerölçən arabaya çıxdı. Anlamaq olmur, önü hardadır, arxası hardadır? Burada çətin nə var ki? Hardakı atın quyruğudur, ora öndür. Hardakı siz Ali Həzrət əyləşmisiniz, deməli ora arxadır. At cavan, lakin arıq idi. Əyri ayaqları, dişlənmiş qulaqları vardı. Arabaçı arabaya minib ata qamçı vurdu. Heyvan başını tərpətdi. Onda adam söyüb yenə ona qamçı vurdu. Araba sirkələndi, tərpəndi. Üçüncü dəfə qamçı vurduqdan sonra araba əsdi. Dördüncü dəfədən sonra araba yerindən tərpəndi. Biz bütün yol boyu belə gedəcəyik. Yerölçən güclü titrənişləri hiss edib soruşdu. Rus arabası tısbağaya bənzəyir. Sakit yol gedərkən titrəmədən adamın ürəyi bulanır. Gedəcəyik! Arabaçı adamı sakitləşdirdi. At cavandır, cəhddir. Ona sürət yığmağa imkan versən, sonra saxlamaq olmur. Hə, çərdəymiş, hə. Araba stansiyadan çıxanda qaş qaralırdı. Yerölçənin sağ tərəfində donmuş qaranlıq çöllük uzanıb gedirdi. Uçsuz bucaqsız, sonu olmayan çöl. Bura ilə gedib cəhənnəmə də çıxa bilərsən. Üfüqlə çöl yox olub göylə birləşirdi. Yoldan solda qaralan havada toranlıqlar görünürdü. Bu ya keçən ildən qalan ot tayaları ya da kənd idi. Yerölçən öndə nə olduğunu görmürdü. Çünki onun baxış dairəsini arabaçının geniş kürəyi tutmuşdu. Sakitlik hökm sürürdü. Soyuq idi. Şaxta da vardı. Bura necə uzaq bir yerdir, yerölçən fikirləşdi. Şinelin yaxasını qaldırıb qulaqlarını gizlətməyə çalışırdı. Nə ev var, nə həyət. Bir göz qırpımında hücum edib adamı qarət edərlər. Heç kəs də nə bilər, nə duyar. Laptopdan ateş aç. Duyan eşidən olmaz. Bir bunun çiyninə bax. Təbiətin iri övladı. Barmaq vursa adamın canı çıxar. Sifətində heyvani görkəm var. Çox şübhəli biridir. Ey, əzizim, yerölçən dedi. Adın nədir? Mənimki mi? Klim. Klim, buralar sizdə təhlükəli deyil ki, şılığlıq etmirlər ki burada. Allahın yardımı ilə heç də pis deyil.
Kim şuluqluq etməlidir ki? Şuluqluğun olmaması yaxşıdır. Lakin mən hər ehtimala qarşı özümlə 3 revolver götürdüm. Yerölçən yalan söylədi. Revolverlə də bildiyin kimi zarafat etmək olmaz. Baha başa gələr. 10 quldurun öhdəsindən gələ bilir. Hava qaraldı. Araba birdən cırıldadı, titrədi və sanki istəmədən sola döndü. Məni hara aparır? Yerölçən düşündü. Düz gedirdik, indi sola döndük. Şərəfsiz. Birdən məni xarabalıq olan bir yerə aparar. Axı belə hadisələr olur. Qulaq as, Yerölçən arabaçıya müraciət etdi. Deyirsən ki, buralar təhlükəli deyil? Çox heyf. Mən quldurlarla dalaşmağı sevirəm. Görünüşcə arığam, xəstəyə oxşayıram. Amma öküz kimi gücüm var. Bir dəfə üstümə 3 quldur gəldi. Nə düşünürsən? Birini elə vurdum ki, canını Allaha tapşırdı. Qalan ikisi isə mənə görə Sibirə sürgünə getdilər. Bu qədər gücün harada aldığını özüm də bilmirəm. Bir əlimlə sənin kimi iri cüssəli birini vurub yıxaram. Klim yerölçənə dönüb baxdı. Bütün üzü dartındı və atına qamçı vurdu. Hə, qardaş, hə, yerölçən davam etdi. Allah eləməsin ki, kimsə mənə baş qoşsun. Həmin quldur, əlsiz ayaqsız, şikəst qalacaq. Hələ bu azmış kimi məhkəmə qarşısında da duracaq. Bütün hakimlər mənim tanışımdır. Mən dövlət adamıyam. Çox lazımlı məmuram. Aydın məsələdir, rəhbərliklə görüşə gedirəm. Onlar da diqqət yetirirlər ki, heç kəs mənə bir ziyan vura bilməsin. Dur, yerölçən qışqırdı. Sən hara gedirsən? Məni hara aparırsan? Bəyəm özünüz görmürsünüz? Meşəyə. Həqiqətən də meşə. Yerölçən düşündü. Mənsə qorxmuşdum. Lakin öz həyəcanımı göstərməməliyəm. O artıq hiss etdi ki, qorxuram. Niyə mənə tez-tez dönüb baxır? Yəqin nə edəcəyini təxmin edir, düşünür. Əvvəlcə yavaş-yavaş güclə araba gedirdi. İndi isə bir bax, necə atı çapır. Qulaq as, Klim. Niyə atı belə çapırsan? Mən onu çapmıram. At özü qaçır. Bir ki başladı, heç bir vəclə saxlamaq olmur. Özünə ziyandır. Ayaqları belədir. Yalan danışırsan, qardaşım. Görürəm ki, yalan söyləyirsən. Yalnız mən sənə məsləhət verərdim ki, atı bərk çapmayasan. Atı durdur. Eşidirsən? Durdur. Niyə? Ona görə ki, arxamca stansiyadan 4 dostum gələcək. Elə etmək lazımdır ki, bizə çata bilsinlər. Söz vermişdilər ki, meşədə mənə çatacaqlar. Yoldaşlarım sağlam, cüssəlidirlər. Hərəsinin üstündə də bir pistolet var. Sən niyə mənə belə baxırsan? Niyə narahatsan? Elə bil iynə üstündə oturmusan. Mən qardaşım, belə adamam. Çevrilib mənə baxmaq da lazım deyil. Məndə maraqlı heç nə yoxdur. Yalnız revolverlərdən başqa. Əgər istəyirsənsə, çıxarıb onları sənə göstərə bilərəm. Atı durdur. Yerölçən elə bir hərəkət etdi ki, güya ciblərini eşələyir. Və həmin an özü qorxaq olmasına baxmayaraq bir hadisənin şahidi oldu. Klim arabadan tullanıb 4 ayaqla qaçdı. Ay Allah, ay Allah!
Allah qışqırırdı. Götür! Səni görüm daş olasan, götür! Atı da, arabanı da, yalnız canımı alma! Ay Allah, ay aman! Qaçan ayaq səsləri, şıqqıldayan budaqlar duyuldu. Sonra səs kəsildi. Hər şey sakitləşdi. Yerölçən bunu gözləmirdi, təxmin etmirdi. Sonra o arabada rahat əyləşdi və düşünməyə başladı. Qorxub qaçdı sarsaq. Bəs indi necə olsun? Mən özüm yolu davam etdirə bilmərəm. Yolu tanımıram. Sonra da fikirləşə bilərlər ki, atı oğurlamışam. Necə olsun? Klim! 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 Əks-səda adama cavab verdi. Düşünəndə ki, bütün gecəni, bu soyuq, qaranlıq gecəni burada keçirəcək, yalnız canavar və sısqa atın səsini duyacaq, onun belindən soyuq tər keçdi. Klimcan! O qışqırdı. Əzizim, hardasan? Sən hardasan, Klim? Yerölçən 2 saat qışqıraraq Klimi səslədi və qışqırmaqdan səsi batdıqdan sonra meşədə gecələmək fikri ilə artıq barışdı. Zəif rüzgar yerölçən tərəfə kiminsə inilti səsini gətirdi. Klim, bu sənsən əzizim, gəl görək. Məni öldürəcəksən. Mən zarafat etdim ürəyim. Allah bəlamı versin. Mən hara, revolver hara, qorxduğum üçün yalan danışdım. Mərhəmətli ol. Gəl, gəl, gedək. Donuram. Klim deyəsən anladı ki, əsl quldur çoxdan at və araba ilə yoxa çıxmışdı. Meşədən çıxıb sərnişin tərəfə tərəddüd edərək yaxınlaşdı. Nədən qorxdun ay dəli? Mən zarafat edirdim. Sənsə qorxdun. Otur. Tanrı köməyin olsun ağa. Arabaya çıxan Klim dedi. Əgər belə olacağını bilsəydim, heç bir vəclə səni bura gətirməzdim. Qorxudan az qala ölmüşdüm. Klim ata qamçı vurdu. Araba tərpəndi. Klim bir də vurdu. Araba sirkələndi. 4-cü dəfədən sonra araba yerindən tərpənən zaman yerölçən yaxalığı ilə qulaqlarını örtdü. Fikrə getdi. Yol və Klim artıq ona təhlükəli gəlmirdi.